İzləyicilərimizin çoxu soruşur bu genetik faktorla bağlı. Yəni ümumən xəstəliklərdə genetik faktorun rolu nə dərəcədədir? Təsdiqlənib. Yəni genetik faktor həqiqətən də rol oynayır. İstər poliplərin əmələ gəlməsində, istər bədxassəli şişlərin, xərçənglərin əmələ gəlməsində, bəzi qaraciyər xəstəlikləri var, autoimmun hepatitlər var, Wilson xəstəliyi var, hemaxromatoz deyə bir xəstəlik var. Yəni onların əmələ gəlməsində, hətta mən xoralara deyirəm ki, 12 barmaq bağırsağın xora xəstəliklərinin əmələ gəlməsində, mən sırf gastroenteroloji baxımdan öz fikrimi bildirəm. Təbii ki, genetik faktorlar var. Xüsusən bu şişlərdir, poliplərdir, burada çox ciddi bir rol oynayır. Ümumiyyətlə, mənim öz fikrimdir, deyirəm sizə. Yəni, indiki dönəmimizdə 3 başlıca rol var xəstəliklərin əmələ gəlməsində. Stress faktoru bir tərəfdəndir. İkinci, qidalanma, yediyimiz qidaların tərkibidir. Üçüncü də genetik faktorlardır. Yəni, mən bunu öz şəxsi təcrübəmdən, həm digər alimlərin fikirlərinə əsasən təsdiqləyirəm ki, bəli, genetik rol burada vacibdir.